Hamıya salam, mən yenə 3 aydan sonra heç bir şey olmamış kimi random bir video ilə qarşınızdayım. Təəssüf ki, bu müddət ərzində araya girən müxtəlif layihələr və çox uzun iş saatları mənə YouTube-a video çəkməyə icazə vermirdi. İndi nə oldu ki, video çəkməyə başladın deyə soruşsanız heç nə dəyişməyib. Amma iş həyatı mənə YouTube-un əslində nə qədər önəmli olduğunu xatırlatdı. Çünki öz sosial media hesablarım mənim daha çox sərbəst olduğum yerlərdir. Eyni zamanda mənim danışdığım mövzuların ölkədə heç danışılmadığının da fərqindəyəm və bilirəm ki, mütləq kimsə danışmalıdır. Buna görə də bacardığım qədər tez-tez danışmağa və maarifləndirməyə davam edəcəm. Bugünün mövzusu isə bir neçə aydır ki, daha aktual olan mövzudur. Bugün danışırıq Spotify-ın boykot edilməsindən. Spotify-ın boykot mərhələsinə qədər gəlməsi təbii ki, sadəcə bir nöqtədən qaynaqlanmır. Bir neçə illik zaman periodunu əhatə edir. Bugün içindən qarışıq insanlar Spotify-ı niyə boykot edir, bundan danışacağam. Boykot mərhələsinə çatana qədər Spotify ilə bağlı ilkin narazılıqlar onun səs keyfiyyətinin aşağı olması və interfeysinin qarışıq olması ilə bağlı idi. Hər dəfə sosial mediada Spotify ilə bağlı bir mövzu açılanda istifadəçilər Apple Music-in səs keyfiyyətinin daha yaxşı olduğunu deyirdilər. Həmin vaxtlarda Spotify-dan Apple Music-ə keçid etmək üçün tam olaraq əsaslı səbəblərim yox idi. Lakin Spotify ilə bağlı ümumi narazılığın olması haqqında bir çox xəbər oxumuşdum. Daha sonra bu xəbərlərin dərininə gedəndə kifayət qədər əhəmiyyətli və gözdən qaçırılmamalı olan səbəblərə rast gəldim və bununla da Apple Music-ə keçid etdim. Onu deyə bilərəm ki, növbəti dəqiqələrdə danışacağım səbəblər sadəcə səs keyfiyyəti ilə əlaqəli deyil, həm də artıq əxlaqi mərhələdə dəstəkləməyəcəyim nöqtələrə toxunur. İndi gəlin bir-bir bu səbəblərə daha detallı baxaq. Birinci səbəb sənətçilərin platformadan qazandıqları gəlir miqdarının az olmasıdır. İndi sizə Spotify-da bir dinlənmə başına, yəni bir stream başına sənətçinin qazandığı pulu izah edəcəm. Sənətçilərin Spotify-dan qazandığı gəlir sabit deyil, həm də sadəcə onun özünə qalmır. Yəni musiqi şirkəti, distributor və başqaları arasında da bölünür. Digər tərəfdən bu qazanc ölkədən ölkəyə dəyişir. Misal üçün hazırda Amerika bazarı Spotify-dan ən çox gəlir qazanılan ölkədir. Həm bazar böyükdür, həm premium istifadəçi sayı çoxdur, həm də reklam bazarının təsiri var. Belə ki, burada bir sənətçi Spotify-da mahnısının bir dinlənməsi üçün 0.3-0.7 sent qazanır. Yəni sənətçinin ən az 100 min dinlənməsi olmalıdır ki, o 300-500 dollar arası qazana bilsin. Amerikadan sonra stream qiymətlərinin daha baha olduğu ölkələr Böyük Britaniya, Almaniya, Spotify-ın öz doğma ölkəsi olan İsveç kimi ölkələrdir. Azərbaycanda isə bazarın kiçik olması, dinləyici bazası kimi faktorlar nəzərə alanda bu qiymət daha da azalır. Yerli sənətçilərin 100 min stream qarşılığında ala bildikləri rəqəm 300-500 manat arası dəyişir. Onun da nə qədərini ala bilirlər, o da ayrı bir mövzudur təbii ki. Bir sözlə Spotify-da mahnıların altında gördüyünüz bol sıfırlı stream rəqəmlərinin maddi qarşılığı o qədər də böyük olmur. Sənətçiyə ödənən maddi qarşılığın niyə bu qədər az olduğu sualına Spotify-ın cavabı, onsuz da biz gəlirimizin 70%-ni musiqi şirkətlərinə müəllif hüququ kimi ödəyirik olur. Bu məsələyə birazdan geri dönəcəm. Onu da qeyd edim ki, digər rəqəmsal platformalardakı vəziyyətdə Spotify-dan çox da fərqli deyil. Hazırda sənətçilərə ən az ödəniş edən rəqəmsal musiqi platforması YouTube Music hesab olunur. Ancaq Spotify bir-birinin ardınca o qədər çox səhv etdi ki, insanlar digər rəqəmsal platformalardan deyil, məhz Spotify-dan danışmağa daha çox üstünlük verdilər. Spotify-ın boykot olunmasının ikinci və ən böyük səbəbi platformanın qurucusu Daniel Ek'in etdiyi yatırımlardır. Deməli, 2021-ci ildə Daniel digər bir ortaqla birlikdə Prima Materia adlı bir investisiya şirkəti qurdu. Daha sonra həmin il Helsing adlı Alman müdafiə texnologiyası şirkətinə 100 milyon avroluq yatırım etdi və oranın sədri oldu. Sonuncu dəfə bu il Daniel Prima Materia şirkəti üzərindən süni intellektin köməyi ilə müdafiə texnologiyası hazırlayan Helsing şirkətinə 600 milyon dollarlıq yeni bir yatırım etdi. Platformanın qurucusu bu yatırımlarla bağlı bunun Avropanın müdafiə suverenliyi ilə bağlı olduğunu iddia edib. Hazırda müxtəlif regionlarda baş verən müharibələr, xüsusilə də Ukrayna-Rusiya müharibəsi Avropanın xarici bağlılığı azaltmaq üçün tədbirlər görməsinə səbəb olur. Uzun sözün qısası Daniel bu yatırımı ona görə edir ki, öz ölkəsi İsveçi və onunla birlikdə bütün Avropanı təhlükələrə qarşı hazır vəziyyətə gətirsin və yüksək səviyyəli müdafiə sistemlərinin qurulmasında da iştirak etsin. Qeyd etdiyinə görə bu şirkətin istehsal etdiyi texnologiyalar düzgün ünvanlara gedəcək. Yəni onları sadəcə pulu olanlara satmayacaq, ehtiyacı olanlara satacaq. Danielin bu müdafiə yatırımı təbii ki, çoxları tərəfindən tənqid olundu. İnsanlar düşünür ki, bizim Spotify-a aylıq ödədiyimiz pul silah istehsal olunması üçün istifadə edilməməlidir. Hələ üstünə süni intellekt detalı da əlavə olunanda bunu kütlə daha böyük hiddətlə qarşıladı. Süni intellektlə yaradılan musiqilər, musiqiçilər və ekran işləri bu işlərə illərini vermiş sənətçilər və onların kütləsi üçün qıcıqlandırıcı bir məsələyə çevrilib. Yerə düşmüşkən Spotify-dakı süni intellekt vasitəsilə hazırlanan minlərlə mahnıdan da ayrıca danışmalıyıq. Spotify-ın bu biz heç nə qazanmırıq, gəlirimizin 70%-ni musiqi şirkətlərinə veririk açıqlaması
Başda tam olaraq real idi. İlk dövrlərdə bu həqiqətən də belə idi və platforma o qədər də gəlir gətirmirdi. Bu zaman böyük musiqi şirkətləri, yəni Sony, Universal və Warner da səhmdar olduqları üçün Spotify-a təzyiq göstərirdilər. Həmin vaxtlarda Spotify daxili araşdırma aparır və görür ki, insanlar platformaya xüsusi bir musiqi üçün deyil, sadəcə fon musiqisi üçün gəlirlər. Bilirsiniz ki, Spotify-ın öz playlistləri var, hansı ki, əhvalınıza uyğun olan musiqiləri sizə təqdim edir. Məsələn, meditasiya edərkən, işləyərkən, yemək yeyərkən və s. Spotify-da belə fikirləşdi ki, əgər dinləyici diqqətlə qulaq asmırsa, nəyə görə baha qonorar ödəyək? Və beləliklə Perfect Fit Content, yəni mükəmməl uyğun məzmun yarandı. Bu strategiya Spotify tərəfindən sifarişlə hazırlanan və seçilən musiqilərdir. Birazdan misallarla daha aydın başa düşəcəksiniz. Strategiya 2017-ci ildə Spotify redaktorlarına təqdim edilir, amma əvvəlcə eksperimental olaraq təqdim edilir. Daha sonra Spotify rəhbərliyi redaktorlardan tələb edir ki, bu mahnıları mütləq ən böyük playlistlərə salsınlar. Bəs necə işləyir Perfect Fit Content? Spotify çox da tanınmayan sənətçilərlə, ən çox da caz, soul, chill janrında musiqi icra edən musiqiçilərlə müqavilə bağlayır. Həmin sənətçi çox az bir qonorar qarşılığında Spotify üçün anonim mahnılar yazır. Amma ondan tələb olunur ki, yazdığı bu mahnılar heç kimi narahat etməməlidir. Daha doğrusu dinləyicidə heç bir emosiya yaratmamalıdır. Musiqiçi də bəsit notlar yazır. Studiyaya girir və bir dəfəyə 15-ə qədər mahnını bitirmiş olur. Daha sonra bu mahnılar Spotify-ın ən böyük mood playlistlərinə salınır. Hansı ki, bu işlə xüsusi bir komanda məşğul olur. Amma sənətçinin yazdığı bu mahnılarda heç bir halda onun adı görünmür və müəlliflik hüququ verilmir. Onun yazdığı mahnı milyonlarla dinlənsə belə, heç kim mahnının onun olduğunu bilə bilməz. Yazılan hər bir mahnı üçün ayrı-ayrı sənətçi profilləri yaradılır. 2022-ci ildə İsveç qəzetlərindən biri aşkar edir ki, Spotify-dakı 500 sənətçi profilinin arxasında cəmi 20 bəstəkar var. Sənətçinin profilinə daxil olanda, orada hətta aldığı təhsilə qədər yazılan bir bioqrafiya olur. Amma Google axtarışlarında heç bir halda o sənətçini tapmaq mümkün olmur. Çünki o ghost artistdir, yəni Spotify-ın özünün yaratdığı sənətçi profilidir. Bəs bu xəyali sənətçiləri yaratmaqla Spotify nəyə nail olur? Yəni bunu niyə edir? Təbii ki, ucuz başa gələn musiqi miqdarını artırmaq üçün. Əgər Spotify real musiqiçi ilə işləsə, ona pul ödəməlidir. Amma özü xəyali sənətçiləri yaratsa, ona başa gələn məbləğ daha az olacaq. Bunu platformanın qurucusu onsuz da bir müsahibəsində etiraf etmişdi. Demişdi ki, kontent yaratmağın maddi qarşılığı əslində çox ucuzdur. Bu arada bunu qeyd edim ki, bütün bu faktları New Yorkda yaşayan Liz Pell adlı jurnalist uzun müddətli araşdırmaları nəticəsində əldə edib. Hətta Spotify-ın öz işçiləri də bunu etiraf ediblər ki, daxildə bu vəziyyətdən biz özümüz də narazı idik. Amma bu bir qatardır və onu dayandırmaq mümkün olmadı. Musiqi mədəniyyətindən bir xəbər olan biznes adamları bizim əvəzimizə qərar verirdilər. Beləliklə, musiqini, mədəniyyəti vecinə almayan Daniel Ek kimi adamlar CEO olanda, musiqi emosional bağ olmaqdan çıxır və sadəcə fon səsi kimi qəbul olunur. Yaradıcılıq aşağılanır, dinləyici və musiqiçi arasındakı bağ zəiflədilir. Son olaraq isə Spotify belə bir açıqlama etdi ki, keçən il 75 milyona yaxın spam olunmuş mahnı Spotify-dan silinib. Yəni güya bu açıqlama ilə onlar demək istəyirlər ki, biz müəyyən tədbirlər görürük və sənətçilərin haqqının yerilməsinə icazə vermirik. Əslində isə Daniel Ek süni intellektə çox isti yanaşır və o bir dəfə qeyd etmişdi ki, süni intellekt mədəniyyət üçün fürsətlər yaradar və çox yaxşı gəlir gətirər. O Spotify-a süni intellektlə bağlı müəyyən filtrlar gələcəyini dedi, amma süni intellekt vasitəsilə yaradılan sənətçi profillərinin qaldırılması ilə bağlı heç nə demədi. Məsələn, Velvet Sundown adlı bir rock qrupu birdən-birə peyda oldu və mahnıları milyonlarla dinləndi. İl ərzində də 3 albom yayımlandı. Bu qrup Suna adlı süni intellekt aləti tərəfindən yaradılıb və hazırda Spotify-da profilləri qalmaqdadır. Daniel daha əvvəl qeyd etmişdi ki, belə musiqiləri platformasında qadağan etməyi düşünmür. Bütün bu səbəblər üst-üstə gəldiyi üçün artıq Daniel strateji addımlar atmağa başladı və Spotify bir sıra yeniliklər gətirdi. Məsələn, direkt mesaj funksiyası, daha yaxşı səs keyfiyyəti və s. Onun sonuncu həmləsi isə CEO-luq vəzifəsindən geri çəkilmək oldu. O daha əvvəllər bildirmişdi ki, daha çox investisiya sahəsi və super şirkətlər yaratmaqla maraqlanır. Bundan sonra Daniel Ek Spotify-ın icraçı sədri olacaq. 2 nəfər co-CEO da yenə Daniel'e hesabat verməklə şirkətin idarə olunmasında iştirak edəcəklər. Əslində bu nə mənaya gəlir? Daniel təbii ki, yenə bütün qərarları özü verəcək, amma lazım olanda məsuliyyətdən boyun qaçıra biləcək. Əvvəllər tək idarəçi özü olduğu üçün Spotify ilə bağlı bütün mənfi hallar onun hesabına yazılırdı. Artıq bundan sonra başına gələcək digər mənfi halları co-CEO'ların üstünə atmaq üçün bir addım geri çəkildi. Hazırda Daniel'in tutduğu mövqe, yəni musiqinin maliyyətini ucuzlaşdıraraq daha çox gəlir əldə etmək, hər dəfə özünə sərf etməyən mövzularda susub cavab verməmək, sənətçilərə çox daha az ödəniş etmək kimi səbəblər onun sonunda boykot edilməsini gətirib çıxardı. Hazırda 9,2 milyard dollar sərvəti ilə yaşayan bütün musiqiçilərdən daha zəngin olan Daniel bundan sonra hansı qərarları alacaq bilmirik. Bizim əlimizdən gələn isə o və onun kimi pulla hər şeyi ala biləcəyini zənn edənlərin məhsullarını boykot etməkdir. Bu səbəbdən məlumatlı qalmağa, istifadə etdiyiniz platformaları, dinlədiyiniz sənətçiləri, izlədiyiniz media qurumlarını
anlamağa, araşdırmağa çalışın ki aldanmayasınız və yanlış istiqamətlərin parçası olmayasınız. Bu və bunun kimi daha çox məzmun üçün kanalıma abunə olun, videonu bəyənin və fikirlərinizlə şərhlərdə özünüzü göstərin.